2 gündür mənim də başım ağrıyor. Bugün o hamilə xanım neçə dəfə, 2 dəfə səhiyyə gedib, 2 dəfə Abbas Sərd həkimlərin yanına gedib. Bu hissi də şükür Hə, məsləhət. nəysə bu səhiyyənin, nədir onun adı bir yazın görə bilmirəm, mən heç soruşmadım da. Gəncə səhiyyənin baş həkimi. Bu səhiyyənin baş həkiminin məgər bir zaptası yoxdur ki, bu həkimə desin ki, bu xəstəni yola ver, bu xəstəni tələblərini ödə, yəni bir şeyliyində bu hamilə adamdır, qapıma gəlir. Nədir o həkimlər? İndi baxın, bax deyirsən ki, mədədə şiş nədən olur? Bax, indi bu həkimlərin ki, mən arzu etmirəm, acını xırdalayıram, bu çox acı həqiqətdir. Evladı, nəvəsi, bir yaxın əzizi suda boğulanda, qəziyə gələndə, çiməndə qazdan boğulanda həkimləri götürürük. Düşün ki, hansı xəstəni qapından naümid yola salmışsan, rədd etmişsən, it kimi qovmuşsan. Bax, bundan belə şeylər doğulur. Mən bunun üçün sizləri qınamıram. Bunu belə başdan qeyd edirəm ki, adını yazdılar mı Gəncənin? Qoy bir dəqiqə baxın. Gəncənin səhiyyəsinin adı. Var mı burada tanıyan onun adını bilən? Yazsın görün. Yenə Afət xanım yaxşıdır, salamlayıram. Araşdırsın görək. Gəncə səhiyyənin baş həkimi. Belə gedir də. Bəli. Qoruzdrav deyirlər. Bir də Qoruzdrav, hə, qabaqlar qoruzdrav deyirdilər. İndi baş həkimdə qeyd eləyən olmadı. Nəysə, Allah nəsib edərsə, bax bu fikirləri elə bil Allah Teala hamilə şəkildə qapınıza gəlib, qovursuz rədd edibsiniz. Bunun bədəlini də çıtır-çıtır ödəyəcəksiniz. Bunu sizə arzu etmirəm, amma acı həqiqəti deyirəm. Bu hissəsini görüm, Allah nəsib etsə, valla sabah mənə icazə versə durub ora geyinib gedərəm. Onlarla gözəl söhbətlər də edərəm, amma ixtiyarım yoxdur. Ema xanım, siz köməyinə çatırsınız, məsəl üçün. Niyə qəlbinizdən elə his gəlir ki, sizin ixtiyarınız yoxdur? Bu, onları elə